show biznes. Müğənnilərə baxırıq, başqa heç nə. Kanallarımıza baxsınlar, vəssalam. Kanallarımıza baxsınlar, yeri kanallar. Gənclərimiz üçün də Gül kimi kanallarımızdır, mədəni kanallardır. Həqiqətən, başqasına baxsan oturub ailənə baxma olmur qaqaş. Bizim telekanallarda musiqidən başqa heç nə görmürlər. Əlbəttə ki, toyxanadır. Milli toyxana bizim Azərbaycandadır. Ümumiyyətlə televizora baxmıram mən. Türklər Survivor çəkir, Azərbaycanlılar da ona oxşar bir şey çəkir. Məncə heç bir uğur olmayıb da. Maraqlı verilişlər yoxdur. Ya вообще rus sektor da ona görə bəlkə də marağım da Rus kanallarına. Elə veriliş yaparsınlar ki, cəmaatı cəlb eləsinlər. Əsəbləşirsən. Elə mövzu götürürlər ki, inandırıcı olmur. Ən çox mən xoşlayıram Muğamı. Sağ olsun prezidentimiz. Allah canını sağ etsin. Onun əmri ilə oturdu. Yəni məncə televiziyaya xəyanət eləmişik. Yəni baxmırıq. Yəni mən ümumiyyətlə təkcə Azərbaycan kanalları yox, Rus, Türk kanallarını da izləmirəm. Türk zaten çox maraqsızdır. Bayağı bağırsaq kimi uzadılan seriallar verilir. Bu da gənclərə pis təsir göstərir, xüsusən qızlara da. Qızlar da özləri üçün xəyallar qururlar, həmin o tipli oğlanlarla tanış olun filan, amma həyat gerçəkliyi başqa cür olur. Türk baxıram. Ən çox seriallar. Azərbaycanın kinolarına gedirəm. Daha çox komedi, sinemalarda yəni izləyirəm. Mən özüm şəxsən dəbləyə qədər verilişlər tətbiq eləyərdim. Bütün Azərbaycanı tərənnüm edirəm də, hər halda. Yəni içində prezidentimiz olmaq şərti ilə. Mən istəyirəm onun ağzından çıxan kəlməyi, hamıya olan münasibətini hər dəqiqə eşitmək istəyirəm. Hər dəqiqə tanış üzləri görmək istəyirəm. Ancaq baxa bilmirəm. Mən ATV Plus o korobkanı mən ala bilmədim. Vallahi 35 manat ala bilmədim. İntellektual bir şeydir. Xoşqədəmin verilişi tipdə olmasın da. Mən Azərbaycan kanallarına baxıram. Çünki öz kanallarımız hamısından üstündür. Şəxsən baxıram mən çox Xəzər TV-yə, ATV-yə. O bizə danış. Yardım eləyirlər şəxsən Xoşqədəm Hidayət qızının verilişində. Gözəl həkimlərimiz var, öz həkimlərimiz. Necə insanlara nur bağışlayır. Mənim ağlıma boş verilişlər gəlir, mənasız mübahisələr, mənasız söhbətlər gəlir. Oradan baxıb mən özümə nümunə kimi heç bir şey götürə bilmirəm. Hər hansı bir fənlərdən ya elmi diskussiyadan heç bir şey yoxdur. O qədər professorlarımız var ki, bizim müəllimlərimiz var, baş müəllimlərimiz var. Onlardan hər həftə müəyyən kanallarda yığın, hər bir ixtisasa görə müəyyən bir veriliş hazırlayın. Həmin vaxtda onlardan müəyyən bir şey götürək. Yoxsa mən baxıram, mənim nəyimə lazımdır ki, filan kəsin həyatı necədir? Onun öz şəxsi işidir. Və yaxud digər bu tipli mağazin verilişləri. Mənim heç bir maraqlı deyil ki, hansısa aktrisanın, hansısa müğənninin evi var, maşını var və yaxud nə isə. Bu insan bəlkə də adını yazsa 3 sənə səhv buraxar. Azərbaycan televiziyası deyəndə Azərbaycan birincisi bizim vətənimizdir. Azərbaycan bizim doğulduğumuz ana vətənimizdir. Yəni o Azərbaycan televiziyasında yaxşı bir insanlara, cavanlara qayğı göstərmək məqsədi ilə o veriliş gedirsə, baxmağa bizim haqqımız var. Xəbərlərə baxırsansa, qrammatik səhvlər eləyirlər, adamın ləhcə ilə zat adamın əti tökülür yəni. Rus televiziyasına baxırıq biz evdə. Türk kanalına baxıram. Show TV kanal. Futbola baxıram belə kanallarda İdman Azərbaycandan ancaq.